Mən də Hailey Bieber kimi sadəcə ağ bir köynək geyinirəm, amma mən niyə o qədər qəşəng görsənmirəm, niyə o qədər auralı görsənmirəm? Bir çox qızları düşündürən sualdır bu. Mənim özümü düşündürürdü bir zamanlar ki, niyə dünyaca məşhur ulduzlar, paparazzi onları tutur, çəkir, harda olsalar da, evdə olsalar da, ən pis geyimləri ilə belə hətta, ən sadə geyimləri ilə belə hətta auralı görsənirlər, lüks enerji yayırlar. Bunun səbəbi nədir? Gedirsən o köynəklərdən alırsan, hətta ən bahalısını belə alırsan, amma yenə o enerjiyə keçə bilmirsən. Yenə də sən özünü Hailey Bieber kimi və yaxud da digər Jennifer Lopez kimi hiss eləyə bilmirsən. Səbəb nə figurada deyil, nə gözəllikdə deyil, nə saçda deyil, heç nədə deyil. Tək bir səbəb var burada. Bu səbəbi mən tapandan sonra mən Evrika kəşf elədim. Bütün enerjim dəyişdi artıq. Tişörtdə belə artıq enerjili görsənə bilirəm. Özümü özgüvənli hiss eləyirəm. Bu səbəb isə odur ki, dünyaca məşhurlaşa bilən ulduzlar, bunun səbəbi sadəcə odur ki, o insanların enerjisi, aurası tamamilə fərqlidir. Bunun da səbəbi odur ki, onların emosional bagajı daha azdır. Bu əsla o demək deyil ki, dünyaca məşhur ulduzlar həyatlarında problem yaşamırlar və yaxud da uşaq vaxtı hər hansı bir travma yaşamayıblar. Yox, səbəb bunlar deyil. Onlar sadəcə bu yaşadıkları şeylərin bagajını, emosiyaları özlərində saxlamırlar. Bəzi dünyaca məşhur ulduzların yeri gələndə ağlamaqları, yeri gələndə söyüş-söyməkləri, yeri gələndə qışqırmaqları, yeri gələndə publik şəkildə ayrılmağı, bütün aqressiyalarını mahnılarına, yaradıcılıqlarına tökməkləri bizə çox qəribə, həm də həssas gəlir. Əslində isə emosiyaları vaxt ikən buraxmaq, emosional bagaj saxlamamaqdır ki, bu insanları həm məşhurlaşdırır, həmçində daha auralı, daha özü kimi göstərir. Bu əsla o demək deyil ki, siz də qışqırılmalısınız və yaxud da söyüş söyləməlisiniz. Əsla yox. Sadəcə olaraq özlərimizi işləyərək emosional bagajı buraxmağı artıq öyrənməliyik. Çünki mən bunu özlərimi tətbiq eləyəndən sonra artıq mənim necəsə geyinməyimə ya da necəsə özümü zahirdən dəyişdirməyimə gərək qalmayıb, enerjim tamamilə dəyişib. Bunu siz də bacara bilərsiniz. Necə bacara biləcəyinizi isə tamamilə ödənişli şəkildə sizə göstərmək üçün aşağıda bir vasitə qoymuşam. Mütləq istifadə eləyin onu.